Sağ olun. Bu eskiden sebepkarlara söz verir. Hemşe sebepkara söz verende biraz rahat olur çünkü görürsen onlar özgürlük sözlerini desinler. Belki evvel siz tebrik ediyorsunuz. Sonra yapacak tebrik edin, sonra siz eyleşin, söz verelim. Evvela bütün qadınları Səfilmat münasibətlə təbrik edirəm. Ondan sonra Sədaqət xanımı həm kvalifikasiyası ilə Sədaqət xanım, mən sizi bir daha təbrik edirəm. Biz bunu dedik ki, siz bunlarla yüksək nailiyyətlər əldə edəcəksiniz. Biz buna ümidvar edirik. Bir də Elman doktor, sizi də təbrik edirəm. Daha artıq nailiyyətlər əldə edəsiniz. Ailə sahibində xoşbəxtlik arzu edirik istəyirəm. Çok sağ olun, sponsorların. Şimdi biz sebepkarlara bir söz vererek görək. Necə oldu? Neden karar kabul ediniz? Ve ne diyorsunuz bu kvalifikasyanı? Rahat danışın. Çok sağ olun Çekiz. Ben de bir daha kadınların bugünkü əziz gün münasibətiyle bütün gözəl xanımları təbrik edirəm. Onlara xoşbəxtlik, gözəllik, səadət arzu edirəm. Başlamaq belə oldu ki, bu məhsullar haqqında mənim çoxdan məlumatım var idi. Bəyə siz qeyd elədiniz, müəyyən səbəblərə görə, çətinliklərə görə kampaniyanın Azərbaycanda nümayəndəliyinin rəsmi nümayəndəlik olmaması, bəzi digər səbəblərə görə işləmək çətin idi. Amma mən sonra gördüm ki, nümayəndəlik açıqdan sonra burada çox asanlıqla iş görmüyorlar, iş kurmuyorlar, nailiyyət əldə edemiyorlar. Və mən ancaq tanıdığım yaxın dostlarıma, yaxınlarıma, qohumlarıma bu məhsulları təklif elədim.